Bu videoda sizə mağazadan aldığımız kimi bərk qatığının hazırlanmasını göstərəcəm. Bunun üçün 1 litr südü qazana əlavə edib ocağın üzərinə qaynamağa qoyuruq. Süd qaynamağa başladıqdan sonra daşmaması üçün qaşıqla ara-sıra qarışdırıb orta atəşdə südü bir 10 dəqiqə daha qaynadırıq. Bu, südün tərkibində olan artıq suyun buxarlanması və qatığın daha bərk alınması üçün əsas şərtlərdən biridir. Bişmiş südün altını söndürüb, ilıq olması üçün kənarda gözlədirik. Başqa bir qabın içərisinə 1 xörək qaşığı kartof nişastası, 1 çay qaşığı şəkər tozu, 2 xörək qaşığı qatıq və ilıq olmuş süddən 3-4 xörək qaşığı əlavə edib yaxşıca qarışdırırıq. Alınmış məhlulu kənarda gözlətdiyimiz südün içərisinə əlavə edib qaşıq vasitəsilə yavaşca qarışdırırıq. Kənarda yuyub qurutduğumuz bankaların içərisinə bu qarışıqdan əlavə edib üzərinə yağlı kağız vasitəsilə bağlayırıq. Bankaların ağzına dəmir qapaq qoyub bağlasaq, qatığımız su sala bilər. Ev temperaturuna görə qatıqların üzərini ya çay dəsmalı ya da kiçik bir ədyal vasitəsilə örtüb, axşamdan səhərə qədər saxlayırıq. Səhər qatıqların üzərini açıb, ağızlarını dəmir qapaqla bağlayıb, soyuducuda 2-4 saat saxlayırıq. Və budur, mağazadan aldıqlarımızdan heç seçilməyən qatıqlarımız hazırdır.